Salam. Beğendiğim ispatlar ders seriyasının 4. videosunda görüşürük. Bu videoda Wilson teoreminin farklı bir ispatını vereceğim. Wilson teoreminin izahı, ispatı dersi YouTube kanalımda var. Orada Rufo Ədədlər Nəzəriyyəsi mövzu izahları dərsində Wilson teoremi de var. Orada bir ispatını vermişəm. Farklı ispatları var Wilson teoreminin. Euler eyniliği ile ispat etmək olar. Onu da bir dəfə Facebook hesabımdan paylaşmışdım. Lagrange teoreminə də ispat etmək mümkündür. Bu videoda çok farklı bir ispatını verəcəm. En beğendiğim ispatıdır. Primitif köklərin tətbiqi ilə olan ispat. Deməli, Wilson teoremi belədir. P sadə ədəd olarsa, P-1 faktorial kongruentdir -1 modulo P. Bunu ispat etmək lazımdır. P bərabər 2 olan hal trivialdır. Onu yoxlayarıq. Olarsa ne olacaq? 1 kongruentdir -1 mod 2. Bu təbii ki doğrudur. Yani bu trivialdır. Bu doğrudur. P böyük 2 olsun. Tabii ki P 2'den böyükdür ve P sadə ədəd olduğuna göre P tək ədəd olacaq. Bilirik ki P ədədinin primitif kökü var. A ədədi P ədədinin primitif kökü olsun. P ədədinin primitif kökü olsun. Ne demektir primitif kök olması? Yani P ədədinin A ədədinin modulo P'də tərtibi, dərəcəsi, ort yazılır o. Phi P'dir ve o da P-1 olacaq. A'nın modulo P'də dərəcəsi P-1'dir. Phi P olur. Bu ne demektir? Bu o demektir ki A üstü N kongruenttir 1 mod P. Tabii ki AP ile karşısında olacak. Kongruyansını ödeyen en kiçik natural ədəd, en kiçik n natural ədədi P-1 olar. Primitif kök olması, A'nın P ədədinin primitif kök olması bu demektir. Sadece tarifini yazmışam. Başka bir şey değil. Tabii ki Fermat'ın kiçik teoremine göre A üstü P-1'in modulo P'de 1 olduğunu bilirik. Ve eğer A ədədi P'nin primitif köküdürsə, P çıx 1'dən kiçik bir ədəd ödəyə bilməz. İndi bu sisteme baxaq. Deməli A kvadratı, A kubu vesaire A üstünde P-1. Bu sistemi aydın məsələdir ki modulo P'də çıxıqların gətirilmiş sistemi olar. Gətirilmiş sistem olacaq. Ne demektir bu gətirilmiş sistem? Yani modulo P'də P ile karşılıklı sadə siniflərin hər birindən bir element seçməklə düzəldilmiş sistemə deyilir. Onda P ile karşılıklı sadə siniflərin hər birindən birini seçməklə düzəldilibsə, onda bunların hər birisi, bu ədədlərin hər birisi P ile karşı sadə siniflərdən 1, 2, 3 vesaire P-1 seçilə bilər. O zaman bu hasildəki vuruqların hər birisi bunlardan birine kongruent olacaq. O zaman bu kongruenttir. Bu hasil 1, 2 yerləri değişmiş olabilir. Ama bunlardan birisi olacaq. P-1 olar. Modulo P. İndi biz burada ne elde etmiş olarıq? Buradan elde etmiş olarıq ki P-1 faktorial kongruenttir. A üstünde 1 plus 2 plus 3 plus vesaire
P minus 1. Bu ne deməkdir? A üstündə P minus 1 vurulsun P bölünsün 2 deməkdir. Bunu da belə yazacağıq. A üstündə P minus 1 bölü 2 NATO da olacaq. Çünki P tək olacaq. 2-dən böyüdür. P çıx 1 cüt olur. Qüvvətində P mod P. İndi Fermatın kiçik teoreminə görə A üstündə P minus 1 kongruentdir 1 mod P olar. Bunu biz Fermatın kiçik teoreminə görə yaza bilirik. Fermatın kiçik teoremi. İndi burada nə çıxar? A üstündə P minus 1 kongruentdir 0 modulo P. Bunu vuruqlara ayıra bilərik. A üstündə P minus 1 bölü 2'nin kvadratı yazarıq. Minus 1. P minus 1 bölü 2 NATO da olacaq. A üstündə P minus 1 bölü 2 plus 1 kongruentdir 0 mod P. Buradan nə çıxar? Buradan çıxar ki, deməli, ya P sadədədə olduğuna görə bu ya 1 verməlidir mod P-də, ya da mənfi 1 verməlidir. Ya da A üstündə P minus 1 bölü 2 verməlidir mənfi 1 mod P. İkisindən birini verməlidir. Olar. İndi bu ola bilməz. Bu ola bilməz. Niyə ola bilməz? Çünki A ədədi P'nin primitiv köküdür. Primitiv kökdürsə, burada yazmışam. Deməli, A üstü n kongruentdir 1 mod P kongruyansını ödəyən ən kiçik n NATO ədədi P çıx 1 olar. P çıx 1-dən kiçik bir ədəd ödəyənməz. P çıx 1 bölü 2 P çıx 1-dən kiçik bir ədəddir. Yəni, bu şərti ödəyən ən balaca natural ədəd, ulduz qoyuram qarşısına, bunu ödəyən ən kiçik natural ədəd P çıx 1-dir. Amma P çıx 1 bölü 2 P çıx 1-dən kiçik bir ədəddir. Ödəyə bilməz onu. Onda biz nə əldə etmiş olarıq? Əldə etmiş olaraq ki, A üstündə P çıx 2, əgər 1 ola bilmərsə, o zaman mənfi 1 olmalıdır modulo P-də. Mənfi 1 olar. Bunu əldə etmiş olduq. Və biz burada göstərdik ki, P minus 1 faktorial kongruentdir A üstündə P minus 1 bölü 2 üzərində P. Və bu mənfi 1'dir. Olacaq mənfi 1 üstündə P. P təbii ki, tək ədəddir. 2-dən böyük seçmişdik. 2-dən böyük sadə ədədlər tək olur. Bu da mənfi 1 olacaq. Mod P. Deməli, P minus 1 faktorial kongruentdir mənfi 1 mod P. Teorem bununla da ispat olundu. Yəni, P ədədinin bir primitiv kökünü götürüb, A kvadratı, A kubu və s. A üstündə P minus 1'ə baxdığımız zaman onlar modulo P-də çıxıqların gətirilmiş sistemi olur. Gətirilmiş sistemi isə onlar 1, 2, 3 P çıx 1'dən hərəsi birinə kongruent olacaq. Hasilə baxsaq P çıx 1 faktorial kongruent olacaq və oradan da çox asanlıqla mənfi 1 olduğu alındı. Təbii ki, Fermatın kiçik teoremi də tətbiq olundu. Bu ən bəyəndiyim isbatdır. Ümid edirəm ki, izləyənlər də bəyənəcəkdir, amma primitiv kökləri və çıxıqların gətirilmiş sistemini bilmək lazımdır. Növbəti videoda görüşərik. Sağ olun.